qədim tarixi abidələrlə zəngindir. Bunların arasında ən məşhur ölkənin simvollarından biri olan Qız Qalasıdır. Qız Qalası Bakıda dənizə yaxın ərazidə yerləşir. Qalanın hündürlüyü 28 metrdir. Qala 8 mərtəbədən ibarətdir. Qız Qalası sirli abidədir. Onunla bağlı bir sıra suallarının dəqiq cavabı hələ də yoxdur. Məsələn, bu dairə bir qala şəkilli divar haqqında müxtəlif fikirlər var. Bəzi alimlər onu tikili üçün dəqiq hesab edilmir. Bəziləri isə gizli xəzinə yeri olduğunu düşünürlər. Divarın üzərindəki bir yazıya görə qala 12-ci əsrə aid edilir. Lakin qalanın 3000 il yaşı olduğunu deyənlər də var. Qız Qalasının əvvəl atəşpərəstlərin məbədi kimi tikildiyi, sonradan isə müdafiə məqsədi üçün istifadə edildiyi güman edilir. Qalanın hündürlüyü təxminən 8 mərtəbəli bir bina qədərdir və onun düz 8 mərtəbəsi var. İçərisinə daxil olur, yuxarı qalxdıqca daş divarlarının nə qədər qalın və soyuq olduğunu hiss etmək olar. Bu divarlar o qədər möhkəmdir ki, keçmişdə heç bir düşmən onu yıxa bilməyib. Məhz buna görə də məğlub edilməz mənasını verən Qız Qalası adı qoyulur. Qalanın içində qədim zamanlardan qalma dərin bir su quyusu var ki, bu da orada yaşayan insanların susuz qalmaması üçün hazırlanıb. Alimlər düşünürlər ki, insanlar qədimdə bu qalanın ən uca nöqtəsinə çıxıb ulduzları izləyir. Gecələri isə gəmilərə yol göstərmək üçün orada böyük tonqallar yandırırmışlar. Bu gün Qız Qalası bizim ən böyük xəzinəmizdir və o şəhərin qapısı kimi hər kəsi tariximizi öyrənməyə dəvət edir. Bəs sizcə Qız Qalası ulduzları izləmək üçün tikilib, yoxsa müdafiə üçün?